Gəlin sizə səyahət yoldaşlarımla birlikdə qaldığım evi göstərim. Gedək bir tur eləyək. Bura indi olduğum hissə evin giriş hissəsidir. Bura giriş qapısıdır. Burada bütün xırda ləvazimatlar var və burada pavilyon var. Pavilyon üçün lazım olan bütün hər şeyi qoyublar. Boydan güzgüsüdür belə. Bu bizim birinci yataq otağımızdır. Belə yataqlar ayrı-ayrı. Buradan balkona çıxışı var. Boydan güzgüsü var. Hamam tualeti. Belə. Burada kondisioneri və şkafı var. Burada da kiçik mətbəx hissəsi var. Belə hər şəraiti var demək olar. Buradan balkona çıxışı var. Balkona arxada çıxacağıq. Burada TV hissəsi, kiçik masası və əlavə şkafı var. Keçirik digər hissəyə. Hamam otağı. Belə qəlyan duşu və hər şey demək olar ki var. Bu da evin oturma hissəsi. Burada geniş bir mətbəxi var. Hər şəraiti var. Sobası, burada qabıyanı, qabıyan üçün lazım olan bütün yüzmə suları, mikrovalnovka, yəni ağlınıza gələn bütün istifadəyə yararlı hər şey var. Masa, divan, bu arada divan açılan divandır. Qonaq sayı çox olsa açıla bilər. Belə, bu da bizim oturma otağımız. Bu arada buranın da televizoru var və buranın da kondisioneri var. Keçirik digər yataq otağına. Ortadakı əşyalar mənim əşyalarımdır, üzürlü sayın. Bu bizim digər yataq otağımız. Geniş bir dolabı var, şkaf. Hətta uşaq üçün beşik də var. Make-up masası, TV və kondisioner. Buranın da öz balkonu var ayrıca. Mənzərəsi belə görünür. İndi balkona çıxacağıq. Qeyd edeyim ki, ev demək olar ki, Tiflisdə mərkəzdə yerləşir. Hamamların demək olar 500 metrliyində. Yəni şəhərə çıxmamız bizim piyada olur. Bu da balkon. Oradan o yataq otağından çıxırıq, oturma otağından çıxırıq. Bir də əlavə olaraq oradakı digər yataq otağından çıxdığımız balkon. Nə deyirsiniz? Ev seçimini bəyəndiniz? Sizcə buranın qiyməti nə qədər olar?